Salam əziz uşaqlar, yenidən Göy Qurşağı rəsm tədris proqramında sizləri xoş gördük. Bugünkü verilişimizdə biz sizlərlə birgə abstrakt rəsm çəkəcəyik. İndi isə keçid alaq verilişimizə. Salam uşaqlar. Salam. Necəsiz? Yaxşı. Bugün mənimlə birgə rəsm çəkməyə hazırsınız? Bəli. Onda isə başlayaq. Buyurun, ağ kağızlardan uşaqlar götür. Uşaqlar, hər biriniz vərəqi baxın, belə uzunlamasına qoysunuz qarşınıza. Uşaqlar, bugünkü rəsmimizdə biz hər dəfə adətən sadə qələmlərdən istifadə edirdik. Ancaq bugün sadə qələmlə yox, birbaşa bu pastel qələmlərlə başlayırıq. Hərəniz istənilən bir rəngi götürürsünüz. Mən sizin hərənizə bir rəng verirəm. Baxın, bu cür rənglədik. Çox yaxşı rəngliyirik, yağlı. Bu cür. Başqa bir istənilən rəngi götürürük. Başqa bir rəngi götürürük, ağ rəngdən başqa. Baxın, başqa ürəyiniz hansı rəngi istəyirsə götürün. Baxın, onun böyründən bax bu cür dörtgür çəkirik, onu da içərisini rəngləyirik. Baxın, bu cür başlayırıq rəngləməyə. Sonra bax, bu cür bütün rənglərdən istifadə edərək başlayırıq rəngləməyə. Hə, tam vərəqi doldururuq. Başqa rənglərlə. Eyni rənglərdən yox ki. Hansınızda təkrar rənglər olursa, yaxınlaşın buradan rənglər götürün. Çalışın, yaxşı rəngləyin, ağ saxlama belə, hamısını rənglə. Yaxşı rəngləyin uşaqlar, bir-birinə yaxın. Tam vərəqimizi doldurana qədər başlayırsınız rəngləməyə. Gəl götür. Hansı rəng istəyirsən götür. Baxın uşaqlar, bu qaydada başlayırsınız rəngləməyə. Bax, Nigar, ucundan, bax belə, asan da olsun deyə. Bax, bu cürdə xəttlər də çıxa bilərsən. Baxın, bərk basırsınız uşaqlar, tünd yazsın deyə. Bu cür ara məsafələr saxlamısan, onları da doldur. Öz rənginə uyğun. Bax, bununla rəngliysən, bax belə. Gözlə. Ucunu yox, bax, bunu belə qoyursan, belə. Qırmızı don kimi. Bax, afərin, yaxşıdır, davam elə o cür. Sonra döş bucaqları balacalaşdır. Get-gedə balacalaşdır, rənglər çox olsun. Qırmızı al. Hə, yaxşıdır. Bütün vərəqi başla doldurmağa. Fərqi yoxdur. Baxın, bu cür xətlərdən də istifadə edə bilərsiniz. Şərt deyil, kvadrat olsun. Bu rəsmimiz çox maraqlı alınacaq, uşaqlar. Buna görə tam diqqətli olun. Ağ yerlər saxlanılır. Təkrar rəngləri də olar uşaqlar.
Və bax, belə rəngbərəng. Fərqi yoxdur. Nə cür istəyirsən başda doldurmağa. Səlgəsiz, qırağı səlgəsiz ola bilər. Bax, mən nə cür eləyirəm, bax, belə. Olmaz. Kağızımız ağdır da, ehtiyac yoxdur. Bərk bas qələmlərdən, belə ağ yerlər saxlama. Uşaqlar tez-tez başlayırıq rəngləməyə. Bax, bu cür aralar saxlama. Bu cür aralar saxlama, ağ. Doldurma. Başqa, o aralar başqa rəngdə eləyə bilərsən. Baxın, sən də bax, bu cür aralar saxlama. Bu aralarda gəl. Sən öz işində ol, mən sənə kömək edirəm. Çox yaxşı, xoşuma gəldi. Bax, sərgəl rəngliysən, rənglər. Baxın, mələk. Çox yaxşı. Bax, gəl qırmızı rəngdir. Qara rəngdir. Qara olmaz, bax, gəl qırmızıdan götürək. Bax, bu cür rəngli, onda asan da olur. Bax, belə qoysan. Bu cür, indi yoxla bir dənə elə o cür. Bax, hansı xoşuna gəlmir, açıqdırsa, bax, onları düzəlt. Buraları niyə belə saxlamışsın? Yəni, uşaqlar, nigar bücürsən qaldın, tamamla sən də. Baxaq görək, nələkdir, yarımçıq qaldı. Davam gələn, gəl, mən sən kömək edin. Olar, elə. Sən də çək. Tamam, elə buralarda durdu. Gömələk sən kömək eləyək. Baxın, afərin idi. Qırmızını biraz da bütləşdirək. Afərin mələk, əvə. İndi gözlə yoldaşlarını. Kənanı da gözləyək, Kənanla Nigarı. Afərin. İndi artıq bu qələmlər bizə lazım deyil, uşaqlar. Bunları yığırıq yerinə. Gördünüz uşaqlar, biz gördüyünüz kimi bizə lazım olan bu rəsmimizi və bu pastel qələmlərlə bu cür rənglədik. Niyə bunu biz rənglədik? Verilişimizin gedişatında biləcəksiniz. Sonra uşaqlar, görürsünüz, bizim sulu boyalarımız da var. Baxın, bu sulu boyalar pastel qələmlərinin üzərində götürmədiyi üçün biz başqa sulu boya növündən istifadə edəcəyik, quaşdan. Quaş da sudan istifadə olunur, sulu boya akvareldə. Sadəcə fərqləri onlarda ibarətdir ki, bax, bu sulu boyalar parlaq olurlar, amma bu quaşlar parlaqlığını itirirlər. Və bizə bu quaşdan yalnız qara rəng lazım olacaqdır. Görürsünüz, hər birinizdə sular var. Və bir dənə siz diqqətlə mənə baxın. Fırçamızı tam ısladırıq burada, gördünüz, ıslanır. Sonra belə suyu götürürük. Qara. Boyamızı yaxşı burada həll edirik. Gözlə.
Gördüyünüz uşaqlar, bax, boya burada artıq həll olunduqdan sonra növbə ilə bir-birini samimiz eləyəcək. Bax, qara rəngi götürürük, bunu bütün üzərinə qara rəngliyirik. Görürsünüz, ilk əvvəl götürmür. Sulu boya eləsə, ümumiyyətlə götürmür. Ona görə biz çalışırıq boyamızı tam ıslatmağa. Görürsünüz, bizə biraz iri fırça lazım olacaq, fırçanı ver. Görürsünüz, bizdə biraz boyamız quruldu kimdir. Uşaqlar, bu cür eləyirik. Yox, gözləyin. Bizdə qara rəng bir dənə olduğuna görə gözləyin. Gözləyin, rəng bir dənə dəxil. Gəlin uşaqlar, hərəniz başqa bir rəng eləyin üzərsin. Götürün, mən hərənizə bir başqa rəng verirəm. Alın. Gəlin, hərənizdə başqa bir rəng olsun. Olar. Sudan bol ora tök. O cür yox. Kənan, su çox, fırçada su götür. Hə, götür. Hə. Olar, götür. Başlayaq. Hə, götür, bax, boğuyaq elə. Hə, hər yeri başda o cür rəngləmək. Boyadan bol götür. Tək o rəngdən. Boyadan bol götür, sudan çox götürsən. Boyadan. Fırçanla suyu götür.
və daha bol elə ki, o rənglər görünməsin. Yox. Sırf indi yalnız boyadan götür, açıq yerlərini tütləşdir. Hə, sən də götür onu. Hə, çalış ki, heç bir rəng görsənməsin orada. Hə, daha da saralt. Boyanı belə götürsən elə. Bax, belə götürdüm boyanı. Bax, yenə mələk, bax. Gördün? Bax, sən də gördün, alınır. Davam edir. Səndə ümumiyyətlə boya azdır, bax. Boyanı belə götürsən. Hə, daha da qızart, bax, yaxşı, bax. Sən də daha çox boyadan götür. Hə, bax, quru-quru elə. Sudan istifadə etməməli. Çox az. Hə, bax, Ülvi, afərin. Fırçanı biraz suya batır, tam quru oldu. Birazca. Hə, bəs. Hə. Olsun. Siz də qutara bilərsiniz boyanı. Rəsminiz yaxşılansın deyə boyanı fikirləşməyin. Bol istifadə edin. Sərgəli bir istiqamətə. Gördün. Bax, Ülvi. Gördün mü? İndi gözləyirsən, qurusun, Ülvi. Afərin. Əl vurmursan. Yaxşı, Ülvi. Gözlə sən hazırda, gözlə qurusun. Baxın, bax, yox. Bax, gözləyirsən. Məhmud, sən də əl vurmursan, gözləyirsən, qurusun. Oldu, Mahmud? Afərin, Nigar. Sən də Nigar, qıraqlarını sərgə sal, gözdə qurusun. Afərin, uşaqlar. Biraz boyadan yenə çox istifadə etməliyik. O açıq qalan yerləri. Sən də oraları çalış boyadan çox götür. Uşaqlar, bu cür gördünüz. Daha biraz sudan istifadə et. Gözlə qurusun. Gözlə qurusun. Fırçanı bankanın içinə qoy. Yaxşı, daha sudan istifadə eləmək. Sal, gözdə qurusun, yaxşıdır. Mələk, səndə də yaxşıdır, gözdə qurusun. İndi uşaqlar, gözləyirik qurusun.
boyalar verirsiniz mənə. Uşaqlar, biz belə bir fon verdik rəsmimizə. Gözləyirik tam qurusun. Uşaqlar, baxın, biz bu cür rənglədikdən sonra biz diş çöplərindən götürürük. Hər birinizə diş çöp verirəm. Və sizdə tam qurumadığına görə gözləyirsiniz. Çöpü mən sizə verirəm, amma gözləyirsiniz. Və sən. Və siz boyadan istifadə edərkən sudan çox istifadə etdiyinizə görə rəsminiz tam qurumuyub. Ona görə biraz gözləyirsiniz. Sonra baxın, biz bu kağızın üzərində bu çöplə cızaraq, məsələn, biz başlayırıq gül çəkməyə. Düz xət başda çəkməyə. Ehtiyatlı ol. Bax, sonra nə gəlir, çöpünü başlayırıq. Gül çəkdik, bax bu cür. Yoxla, görmələk, qurudsa davam elə. Ehtiyatlı ol, paltarında. Biraz gözlə qurusun. Davam elə. Bax bu cür bəzəklər çək. Baxaq görək yoldaşlarımız. Maraqlıdır, İlvi. Görsən, nə cür alınır, yaşıl, başqa rənglər. Gördünüz, başqa əlvan rənglər əldə etdik biz. Başqa rənglər. Gözdən edir. Mümkün də qorxma. Əziz uşaqlar, bugünkü verilişimizdə biz sizlərlə birgə bu cür abstrakt şəkil çəkməyin sirrini öyrəndik. Gələn verilişimizdə görüşənədək. Sağ olun, hələlik.